birlikdə. Birincidə də, ikincidə də dəfələrlə Türkiyədə müalicə alıb. Hələ deyəsən yenə də davam edir. Dekabranın 28-də aslında zəfər əməliyyatı olmuşam. Allah şəfa versin. Sağ olun, Allah razı olsun. İcazə verseydiniz, bir dənə də sürprizimiz vardı. Burada bizim bir İlhamə xanım oturur. Yəni müharibə ilə heç bir əlaqəsi olmasa da, müharibədə olan insanların, şəhidlərimizin, qazilərimizin, veteranlarımızın demək olar ki, tanınmasında, təbliğatında ciddi məşğul oldu. Bax, bugün də bunun qabağında da o bilmiş ki, bu günlər İlhamə xanım, sizin deyin, Allah sana ısrar eləsin. Sağ olun. Biz yazırıq, o adamda da o kitab var. Əsas oxuyur, kitabı oxusunlar və yəni hadisələr haqqında yazılır, gözəl yazılır. Amma onun ictimaiyyətə təqdimatı, onun 3 qat yazılması olur. 3 qat fədakarlıq deməkdir. Minnətlər İndi Halis, sən də danış, ondan sonra başlayır. Reklam etmək. O bilirəm, ürəyim doludur, amma az verəcəksən, sağ olun. Hər birinizi salamlayıram, dəyərli qardaşlar, bacılar. Bu ağır yolu bir yerdə keçmişik. İstər xanımlar olsun, istər kişilər olsun. Ramazan oxu, gözəl sözlə dəftan erkək kişisi olmaz. Bu yolu biz gedəndə hansısa bir təmənna üçün getməmişdik. Bir təmənnamız vardı, vətən sağ olsun. Gülbəmiz də o təmənnasız adamlardan biriydi ki, bugün hal-hazır hələ bir tanrı alınmışdır. O bizim baş tacımızdır. Mən Gülbəmizi gənclik vaxtlarından birbirimizi tanıyırıq. O da Əhmədova, mən də Əhmədov. Eləmi o əmin qızıyıq. Amma 90-cı ildən 90'a başlamışıq cəbhə bölgəsində. Hələ bəziləri silahın nə olduğunu bilmədiyində işlərə, amanlarla çin-çinə əziyyət çəkən Gülbəmiz. Allah Məhəmməd Əsulullah rəhmət eləsin və onunla bərabər nə qədər şəhidlərimiz var, hamısına rəhmət eləsin. Gülbənizin cəbhə bölgəsində böyük əziyyəti olur. Son müsahibəsinin ilk qələbəmiz 94-cü ildə başda Şair Ramazanov olmaqla bir gün yarıma 23 yaşayış məsulunu azad etdik. Atəşkəsdən 20 gün qabaq ilk son müsahibəsini orada aldı mənlə və bir də son müsahibəsini Amerikadan 2021-ci ildə Bakıya mənlə müsahibə alıb. Orada da yenə həmrəy, həm söhbət olmuşuq və bugün də hamımız, hər birimiz burada həm fikirik, həm rəyik. Allah da Gülbəniz bacımıza şəfa versin. O gün olsun ki, hələ mən neçə illər bundan qabaq verdim. Aydız, bu 9-cu sınıfdan bunu evləndir, canımız tutarsın da. O gün olsun ki, Dənizin toyunda bu Qarabağda yığılan. Hər birinizə təşəkkür edirəm. Mən dəyərli qardaşım, bacım yox, Gülbənizin sahibinə gəlmişsiniz. Mənim də özümə məxsus bir hədiyəm var. İcazə versəydiniz, hədiyəmi də verərdim. Bir də Hürriyə xanımın kitablar hədiyəsi var. Onu Gülbənizin hədiyyə edirəm. Hürriyə xanımın hədiyələri deyil. Bir daha olsamadığın için de seni bırakma başına. Kendine əzizim olmuşsan həmişə. Rafael, buna bir dəqiqə xahiş ediyorum. Rafael bizim en cesur dövüşçülerimizden biri oldu. Bugünlerin bir hediyemiz var. Gülbəniz xanıma. Bu həmişə sənin yanında olsun. Çok güzel. Bu elə bir hədiyədir ki, bu hədiyədən qaçılmaz.